Hissə 1. Giriş. Bibliya dünya tarixində ən çox tanınan və ən geniş yayılmış kitablardan biri hesab olunur. Bu kitab uzun əsrlər ərzində müxtəlif xalqların mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə və düşüncə tərzinə təsir göstərmişdir. Tarixçilər, dilçilər, arxeoloqlar və başqa sahələrdə çalışan tədqiqatçılar Bibliyanı yalnız dini mətn kimi deyil, həm də qədim dövrlərə aid mühüm tarixi və mədəni qaynaq kimi öyrənirlər. Bibliya bir gündə və ya bir nəfər tərəfindən yazılmamışdır. O, uzun zaman ərzində formalaşmış, müxtəlif dövrlərdə qələmə alınmış mətnlərin toplusudur. Məhz buna görə də kitabın dili, üslubu və mövzuları müxtəliflik göstərir. Burada tarix, nəsihət, şeir, qanunlar, məktublar və başqa məzmunlu yazılar bir araya toplanmışdır. Bu kitab dünyanın ən çox araşdırılan əsərlərindən biridir. Onun haqqında minlərlə elmi araşdırma, kitab və məqalə hazırlanmışdır. Müxtəlif ölkələrdə yerləşən kitabxanalar və muzeylər Bibliyanın qədim nüsxələrini qoruyub saxlayır. Bu nüsxələr üzərində aparılan tədqiqatlar qədim yazı mədəniyyətini daha yaxşı anlamağa kömək edir. Bibliya müxtəlif dövrlərdə əl ilə köçürülmüşdür. Çap texnologiyası meydana çıxmazdan əvvəl kitabların çoxaldılması yalnız yazıçıların zəhməti hesabına mümkün olurdu. Bu iş böyük diqqət və səbir tələb edirdi. Kiçik bir səhv belə yeni nüsxənin yenidən hazırlanmasına səbəb ola bilirdi. Sonralar çap üsulunun yayılması ilə Bibliyanın çox sayda nüsxəsi hazırlanmağa başladı. Bunun nəticəsində kitab daha geniş oxucu kütləsinə çatdı. Müxtəlif ölkələrdə yeni nəşrlər hazırlandı və fərqli dillərə çevrildi. Bibliya yalnız bir ölkəyə və ya bir xalqa aid kitab hesab edilmir. O, əsrlər boyu dünyanın müxtəlif bölgələrində tanınmış və fərqli dillərdə oxunmuşdur. Bu xüsusiyyət onu dünya tarixində xüsusi yer tutan yazılı abidələrdən birinə çevirmişdir. Kitabın adı qədim dillərdə kitablar mənasını bildirən sözdən yaranmışdır. Bu ad zaman keçdikcə müxtəlif dillərdə fərqli tələffüz olunsa da, ümumi məna dəyişməmişdir. Bibliyanın mətnləri uzun müddət müxtəlif yazı materialları üzərində yazılmışdır. İlk dövrlərdə daş, gil lövhə, papirus və sonralar perqamentdən istifadə olunurdu. Hər bir material öz dövrünün imkanlarına uyğun seçilirdi. Zaman keçdikcə daha davamlı yazı vasitələrinin meydana çıxması qədim mətnlərin qorunmasına kömək etmişdir. Bibliya haqqında maraqlı cəhətlərdən biri də onun həm tarixçilərin, həm dilçilərin, həm də mədəniyyət tədqiqatçılarının diqqət mərkəzində qalmasıdır. Müxtəlif sahələrin alimləri bu kitabı fərqli baxımdan araşdırır. Onun dili, quruluşu, tarixi və yayılması barədə yeni məlumatlar əldə etməyə çalışırlar. Bu kitabın bir çox hissəsində qədim yaşayış məntəqələri, şəhərlər, hökmdarlar, tayfalar və gündəlik həyat haqqında məlumatlara rast gəlinir. Buna görə də arxeoloji qazıntılar zamanı tapılan bəzi maddi nümunələr qədim yazılarla müqayisə edilir və onların uyğunluğu araşdırılır. Bibliyanın müxtəlif dövrlərdə fərqli əl yazısı növləri ilə köçürülməsi də maraqlı xüsusiyyətlərdən biridir. Yazı üslubları zaman keçdikcə dəyişmiş, bunun nəticəsində mütəxəssislər əlyazmanın hansı dövrə aid olduğunu müəyyən edə bilmişlər. Müasir dövrdə Bibliyanın qədim nüsxələri xüsusi şəraitdə saxlanılır. İşıq, istilik və rütubət ciddi nəzarət altında olur. Bu tədbirlər qədim yazıların uzun müddət qorunmasına imkan yaradır. Bibliya haqqında maraqlı faktlardan biri də odur ki, bu kitab müxtəlif dövrlərdə həm əl yazma, həm də çap şəklində milyonlarla nüsxə ilə yayılmışdır. Texnologiyanın inkişafı nəticəsində indi onu kağız üzərində oxumaqla yanaşı rəqəmsal formada da əldə etmək mümkündür. Dünyanın müxtəlif universitetlərində Bibliyanın dili, tarixi və mədəni əhəmiyyəti ayrıca tədqiqat mövzusu kimi öyrənilir. Bu araşdırmalar kitabın yaranma mərhələlərini, mətnlərin qorunmasını və müxtəlif dövrlərdə necə dəyişdiyini daha aydın şəkildə öyrənməyə imkan verir. Davamı növbəti hissədə veriləcək. Hissə 2. Bibliyanın formalaşma dövrü. Bibliya uzun zaman ərzində meydana gəlmiş mətnlər toplusudur. Onun ayrı-ayrı hissələri müxtəlif əsrlərdə yazılmış, sonraki dövrlərdə toplanaraq bugünkü quruluşunu formalaşdırmışdır. Bu proses qısa müddətdə baş verməmiş, uzun illər davam etmişdir. Buna görə də kitabın müxtəlif hissələrində fərqli yazı üslubları və ifadə xüsusiyyətləri müşahidə olunur. Tədqiqatçılar hesab edirlər ki, mətnlərin yaranması dövründə yazı ənənəsi tədricən inkişaf etmişdir.
Əvvəlcə məlumatların bir hissəsi şifahi şəkildə nəsildən nəslə ötürülmüş, sonralar isə yazıya alınmışdır. Yazıya köçürülən mətnlər müxtəlif dövrlərdə yenidən yoxlanılmış və qorunmuşdur. Bibliyanın ayrı-ayrı hissələrinin fərqli vaxtlarda yazılması onun məzmununda da özünü göstərir. Burada tarix, qanunlar, nəsihətlər, şeirlər, məktublar və müxtəlif hadisələrin təsvirləri yer alır. Bu müxtəliflik kitabı tək bir janra aid etməyə imkan vermir. Mətnlərin qorunması qədim dövrlərdə olduqca məsuliyyətli iş hesab edilirdi. Yazıçılar köhnə nüsxələrdən istifadə edərək yeni əlyazmalar hazırlayırdılar. Onlar hər sözü diqqətlə yoxlayır, mümkün qədər səhvə yol verməməyə çalışırdılar. Bu səbəbdən bəzi əlyazmalar arasında yalnız çox kiçik fərqlər aşkar edilmişdir. Əlyazmaların hazırlanması aylarla, bəzən isə illər davam edirdi. Yazı üçün istifadə olunan materialların hazırlanması da ayrıca vaxt tələb edirdi. Hər səhifə diqqətlə işlənir, sonra üzərinə mətn yazılırdı. Qədim dövrlərdə kitablar indiki kimi cild şəklində olmurdu. Mətnlər uzun vərəqlərin bir-birinə birləşdirilməsi ilə hazırlanan bükülü yazı şəklində saxlanılırdı. Oxumaq üçün həmin yazılar tədricən açılırdı. Sonralar bugünkü kitab formasına daha yaxın olan cildlər meydana gəlmişdir. Mətnlərin toplanması və qorunması müxtəlif bölgələrdə həyata keçirilirdi. Bu səbəbdən eyni mətnin bir neçə qədim nüsxəsi fərqli yerlərdə qorunub saxlanılmışdır. Müasir tədqiqatçılar həmin nüsxələri müqayisə edərək mətnlərin tarixini araşdırırlar. Bibliyanın formalaşması zamanı istifadə olunan dillər də maraq doğurur. Müxtəlif hissələr fərqli dillərdə yazılmış, sonrakı dövrlərdə başqa dillərə çevrilmişdir. Tərcümələr zamanı mətnin mənasının qorunmasına xüsusi diqqət yetirilmişdir. Bəzi qədim nüsxələrdə yazılar sütunlar şəklində yerləşdirilmişdir. Bu üsul mətnin oxunmasını asanlaşdırırdı. Yazıların səliqəli düzülməsi əlyazma sənətinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Mətnlərin üzərində işləyən yazıçılar yalnız yazmaqla kifayətlənmirdilər. Onlar köhnəlmiş nüsxələri bərpa edir, zədələnmiş hissələri diqqətlə müqayisə edərək yenidən köçürürdülər. Bunun sayəsində bir çox qədim mətn sonrakı dövrlərə qədər gəlib çatmışdır. Bibliyanın müxtəlif hissələrinin yazılma vaxtı fərqli olduğundan istifadə edilən sözlərdə və ifadələrdə müəyyən dəyişikliklər müşahidə edilir. Dilin zamanla dəyişməsi bu mətnlərdə də öz izini qoymuşdur. Bu xüsusiyyət dil tarixini öyrənən mütəxəssislər üçün qiymətli məlumat mənbəyi hesab olunur. Maraqlı faktlardan biri də budur ki, bəzi qədim əlyazmalarda durğu işarələri demək olar ki, istifadə edilməmişdir. Sözlər bəzən bir-birinin ardınca yazılırdı. Sonrakı dövrlərdə oxumağı asanlaşdırmaq məqsədilə durğu işarələri və boşluqlar əlavə olunmuşdur. Müxtəlif əsrlərdə hazırlanmış əlyazmaların müqayisəsi göstərir ki, əsas mətn uzun müddət böyük diqqətlə qorunmuşdur. Bu müqayisələr qədim yazı ənənələrinin necə işlədiyini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Bibliyanın formalaşma tarixi bugün də araşdırılmaqda davam edir. Yeni tapılan əlyazmalar və arxeoloji tapıntılar qədim mətnlərin keçdiyi yolu daha dolğun şəkildə öyrənməyə kömək edir. Hər yeni tapıntı kitabın tarixi haqqında mövcud bilikləri bir qədər də zənginləşdirir. Davamı növbəti hissədə veriləcək. Hissə 3. Bibliyanın quruluşu. Bibliya bir kitabdan deyil, çoxsaylı mətnlərin bir araya gətirilməsi nəticəsində formalaşmış geniş topludan ibarətdir. Bu mətnlər müxtəlif dövrlərdə yazılmış, sonradan müəyyən ardıcıllıqla toplanmış və kitab şəklinə salınmışdır. Buna görə də Bibliyanın daxilində mövzu, üslub və yazı tərzi baxımından fərqlənən hissələr mövcuddur. Kitabın mətnləri müxtəlif bölmələrə ayrılır. Bu bölgü oxucuların axtardıqları hissəni daha rahat tapmasına kömək edir. Müasir nəşrlərdə hər bölmə ayrıca başlıqla göstərilir və mətn kiçik hissələrə bölünür. İlk dövrlərdə bölmə və ayə nömrələri mövcud deyildi. Mətnlər fasiləsiz şəkildə yazılırdı. Sonrakı əsrlərdə oxumağı, öyrənməyi və istinad etməyi asanlaşdırmaq məqsədilə bölmələr və ayələr yaradıldı. Bu sistem zaman keçdikcə geniş yayılaraq demək olar ki, bütün nəşrlərdə istifadə olmağa başladı. Bibliyanın quruluşunda müxtəlif yazı növləri yer alır. Tarixi hadisələrin təsviri, qanun xarakterli mətnlər, şeir nümunələri, hikmətli fikirlər, məktublar və başqa janrlar kitabın ümumi məzmununu zənginləşdirir. Bu müxtəliflik onu qədim dövrün ən zəngin yazılı mənbələrindən birinə çevirir.
Şeir formasında yazılmış hissələrdə fərqli ifadə tərzindən istifadə olunmuşdur. Burada sözlərin ahəngi, fikirlərin paralel quruluşu və obrazlı ifadələr diqqəti cəlb edir. Bu xüsusiyyətlər qədim ədəbi ənənələrin öyrənilməsi baxımından maraq doğurur. Tarixi mətnlərdə şəhərlər, yaşayış məntəqələri, tayfalar, hökmdarlar və müxtəlif hadisələr haqqında məlumatlar yer alır. Bu məlumatlar tarix və arxeologiya sahəsində çalışan mütəxəssislər üçün araşdırma mövzusu olmuşdur. Məktub şəklində yazılmış hissələr müəyyən şəxslərə və ya icmalara ünvanlanmışdır. Bu yazılar qədim dövrdə məktublaşma ənənəsinin necə olduğunu öyrənmək baxımından da maraq kəsb edir. Bibliyanın quruluşunda təkrar olunan mövzular da mövcuddur. Bəzi hadisələr fərqli mətnlərdə müxtəlif baxış bucağı ilə təsvir edilir. Bu xüsusiyyət qədim müəlliflərin hadisələri necə təqdim etdiyini araşdırmağa imkan yaradır. Kitabın müxtəlif hissələrində istifadə olunan dil və üslub bir-birindən seçilir. Bəzi mətnlər sadə dillə yazıldığı halda, digərlərində daha zəngin bədii ifadələrdən istifadə edilmişdir. Bu fərqlər onların müxtəlif dövrlərdə və müxtəlif şəraitdə qələmə alındığını göstərən xüsusiyyətlərdən hesab olunur. Müasir nəşrlərdə mətnlər oxucu üçün daha rahat şəkildə hazırlanır. Başlıqlar, bölmələr, qeydlər və göstəricilər kitabdan istifadəni asanlaşdırır. Bununla yanaşı, qədim əlyazmaların quruluşu da ayrıca araşdırılır və onların ilkin görünüşü barədə elmi nəticələr əldə edilir. Maraqlı faktlardan biri budur ki, Bibliyanın müxtəlif dillərdə çap olunan nəşrlərində bölmə və ayə nömrələri əsasən eyni qaydada saxlanılır. Bu xüsusiyyət müxtəlif dillərdə hazırlanmış nəşrlərin müqayisəsini xeyli asanlaşdırır. Bəzi qədim əlyazmalarda mətnin başlanğıc hissələri xüsusi bəzəklərlə işlənmişdir. Yazının ilk hərfləri digərlərindən daha böyük yazılır, bəzən müxtəlif naxışlarla bəzədilirdi. Bu ənənə sonraki dövrlərdə hazırlanan bəzi kitablarda da davam etdirilmişdir. Bibliyanın quruluşu əsrlər boyu çoxsaylı tədqiqatların mövzusu olmuşdur. Alimlər müxtəlif əlyazmaları müqayisə edərək mətnlərin ardıcıllığını, quruluş xüsusiyyətlərini və zamanla baş verən dəyişiklikləri öyrənirlər. Bu araşdırmalar kitabın tarixini daha dolğun şəkildə anlamağa kömək edir. Beləliklə, Bibliyanın quruluşu onun uzun tarixi inkişaf yolunun nəticəsidir. Müxtəlif dövrlərdə yaranmış mətnlərin bir topluda birləşdirilməsi bu kitabı həm tarixi, həm də mədəni baxımdan diqqətə layiq yazılı abidələrdən birinə çevirmişdir. Davamı növbəti hissədə veriləcək. Hissə 4. Qədim əlyazmalar. Bibliya haqqında ən maraqlı faktlardan biri onun çox sayda qədim əlyazmasının bu günə qədər qorunub saxlanılmasıdır. Dünyanın müxtəlif ölkələrində yerləşən kitabxanalar, muzeylər və elmi mərkəzlər bu əlyazmaları xüsusi şəraitdə mühafizə edirlər. Onların öyrənilməsi kitabın tarixini və mətnlərin əsrlər boyu necə qorunduğunu anlamağa imkan yaradır. Qədim dövrlərdə bütün kitablar əllə köçürülürdü. Hər yeni nüsxə əvvəlki əlyazmadan diqqətlə yazılırdı. Bu iş böyük səbir, dəqiqlik və uzun vaxt tələb edirdi. Bir əlyazmanın hazırlanması bəzən aylarla, hətta illərlə davam edirdi. Yazıçılar istifadə etdikləri yazı vasitələrini və yazı materiallarını böyük diqqətlə hazırlayırdılar. Yazı səthinin hamar olması, mürəkkəbin keyfiyyəti və yazının aydın görünməsi mühüm əhəmiyyət daşıyırdı. Mətn tamamlandıqdan sonra əlyazma yenidən yoxlanılırdı. Bəzi qədim əlyazmalar zamanın təsiri nəticəsində qismən zədələnsə də, onların böyük hissəsi oxuna biləcək vəziyyətdə qalmışdır. Müasir dövrdə bərpa üzrə çalışan mütəxəssislər bu əlyazmaların daha da zədələnməsinin qarşısını almaq üçün xüsusi üsullardan istifadə edirlər. Əlyazmaların yaşını müəyyən etmək üçün müxtəlif elmi üsullar tətbiq olunur. Yazının forması, istifadə olunan material, mürəkkəbin tərkibi və başqa xüsusiyyətlər diqqətlə araşdırılır. Bu məlumatlar əlyazmanın hansı dövrə aid olduğunu müəyyənləşdirməyə kömək edir. Maraqlı cəhətlərdən biri də odur ki, eyni mətnin müxtəlif əsrlərə aid çoxsaylı nüsxələri mövcuddur. Tədqiqatçılar bu nüsxələri müqayisə edərək onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirirlər. Bu iş qədim mətnlərin qorunma tarixini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi əlyazmalar uzun illər torpaq altında, mağaralarda və ya qədim tikililərdə qalmışdır.
Onlar aşkar edildikdən sonra xüsusi laboratoriyalara aparılmış, təmizlənmiş və elmi araşdırmalara cəlb edilmişdir. Bu tapıntılar qədim yazı mədəniyyəti haqqında yeni məlumatların əldə olunmasına şərait yaratmışdır. Əlyazmaların bir hissəsi zədələndiyi üçün bəzi səhifələr tam şəkildə qorunmamışdır. Buna baxmayaraq, mövcud nüsxələrin müqayisəsi sayəsində çatışmayan hissələr haqqında elmi nəticələr əldə etmək mümkün olur. Müasir texnologiyalar qədim əlyazmaların öyrənilməsində mühüm rol oynayır. Xüsusi çəkiliş üsulları ilə adi gözlə seçilməsi çətin olan yazılar daha aydın görünür. Bu üsullar əvvəllər oxunması mümkün olmayan bəzi hissələrin araşdırılmasına imkan yaratmışdır. Əlyazmaların saxlanıldığı otaqlarda istilik və rütubət sabit səviyyədə qorunur. Günəş işığının birbaşa təsirinə yol verilmir. Bu tədbirlər qədim yazıların ömrünü uzatmağa kömək edir. Bibliyanın qədim əlyazmaları yalnız mətn baxımından deyil, həm də yazı sənətinin inkişafını öyrənmək üçün qiymətli mənbə hesab olunur. Onların yazı üslubu, hərflərin forması və səhifələrin tərtibatı müxtəlif dövrlərin xüsusiyyətlərini əks etdirir. Bəzi əlyazmalarda səhifələrin kənarında sonradan əlavə edilmiş qeydlərə rast gəlinir. Bu qeydlər mətnin izahı, düzəlişi və ya oxunuşu ilə bağlı məlumatlar verir. Belə əlavələr qədim dövrlərdə kitablarla necə işlənildiyini öyrənmək baxımından maraq doğurur. Bugün dünyanın müxtəlif elmi mərkəzlərində Bibliyanın qədim əlyazmaları üzərində araşdırmalar davam edir. Hər yeni tədqiqat kitabın tarixi, yazıya alınması və qorunması haqqında bilikləri daha da zənginləşdirir. Buna görə də qədim əlyazmalar həm tarix, həm dilçilik, həm də yazı mədəniyyəti sayəsində ən qiymətli mənbələrdən biri hesab olunur. Davamı növbəti hissədə veriləcək. Hissə 5. Bibliyanın müxtəlif dillərə çevrilməsi. Bibliya tarix boyunca ən çox dillərə çevrilmiş kitablardan biri hesab olunur. Müxtəlif xalqların bu kitabı öz ana dilində oxuya bilməsi üçün uzun əsrlər ərzində çoxlu tərcümələr hazırlanmışdır. Bu iş fərqli dövrlərdə yaşayan çoxsaylı tərcüməçilərin və dil mütəxəssislərinin uzun müddətli zəhməti nəticəsində həyata keçirilmişdir. İlk tərcümələr qədim dövrlərdə hazırlanmağa başlamışdır. O zaman müxtəlif bölgələrdə yaşayan insanların danışdığı dillər bir-birindən fərqləndiyi üçün mətnlərin başqa dillərə çevrilməsinə ehtiyac yaranmışdı. Tərcüməçilər mətnin mənasını mümkün qədər dəqiq şəkildə çatdırmağa çalışırdılar. Hər bir tərcümə hazırlanarkən istifadə olunan sözlərin seçiminə xüsusi diqqət yetirilirdi. Qədim dillərdə işlənən bəzi sözlərin başqa dillərdə tam qarşılığı olmadığından tərcümə prosesi olduqca çətin hesab olunurdu. Buna görə də tərcüməçilər hər ifadəni diqqətlə araşdıraraq uyğun söz seçməyə çalışırdılar. Zaman keçdikcə dillər dəyişdiyi üçün əvvəlki tərcümələrin yenilənməsinə ehtiyac yaranmışdır. Müasir oxucuların daha rahat başa düşməsi məqsədilə yeni nəşrlər hazırlanmış, bəzi köhnə ifadələr dövrün dil xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Bununla yanaşı, mətnin əsas məzmununun qorunmasına xüsusi diqqət göstərilmişdir. Bibliyanın müxtəlif dillərə çevrilməsi yalnız dil baxımından deyil, həm də mədəniyyət tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. Tərcümələr vasitəsilə qədim sözlərin, ifadələrin və yazı üslublarının müxtəlif xalqların dillərinə necə uyğunlaşdırıldığı araşdırılır. Maraqlı faktlardan biri də budur ki, bəzi dillərdə Bibliyanın tam mətni, bəzilərində isə yalnız müəyyən hissələri mövcuddur. Zaman keçdikcə yeni tərcümələr hazırlandıqca daha çox dil bu siyahıya əlavə olunmuşdur. Tərcümə zamanı yalnız sözlərin deyil, cümlələrin ümumi mənasının da qorunmasına çalışılır. Bu səbəbdən eyni mətn müxtəlif dillərdə fərqli ifadələrlə təqdim olunsa da, əsas məzmun mümkün qədər eyni saxlanılır. Müasir dövrdə tərcümə işi tək bir nəfər tərəfindən deyil, adətən dilçilər, tarixçilər və digər mütəxəssislərdən ibarət qruplar tərəfindən həyata keçirilir. Hazırlanan mətn dəfələrlə yoxlanılır, müqayisə edilir və sonra nəşr olunur. Rəqəmsal texnologiyaların inkişafı Bibliyanın yayılmasını daha da asanlaşdırmışdır. İndi müxtəlif dillərdə hazırlanmış mətnləri elektron formada oxumaq mümkündür. Bu imkan kitabın daha geniş oxucu kütləsinə çatmasına şərait yaratmışdır. Bibliyanın müxtəlif dillərə çevrilməsi dil tarixinin araşdırılmasına da töhfə verir. Köhnə tərcümələrlə yeni nəşrlərin müqayisəsi dillərin zaman ərzində necə dəyişdiyini və söz ehtiyatının necə zənginləşdiyini göstərir.
Bəzi qədim tərcümələr bu gün dil tarixinin ən qiymətli yazılı nümunələri hesab olunur. Onlar yalnız Bibliyanın deyil, həmin dövrün danışıq və yazı dilinin xüsusiyyətlərini də özündə əks etdirir. Buna görə də dilçilər bu mətnlərdən tez-tez istifadə edirlər. Maraqlı cəhətlərdən biri də odur ki, yeni bir dilə tərcümə hazırlanarkən əvvəlcə həmin dilin yazı qaydaları, söz ehtiyatı və ifadə imkanları diqqətlə araşdırılır. Məqsəd mətni oxucu üçün aydın və anlaşılan formada təqdim etməkdir. Bugün Bibliya dünyanın ən geniş yayılmış yazılı əsərlərindən biri olaraq müxtəlif dillərdə nəşr edilməyə davam edir. Yeni tərcümələr hazırlandıqca daha çox insan onu öz ana dilində oxumaq imkanı əldə edir. Bu xüsusiyyət kitabın dünya mədəniyyəti tarixində xüsusi yer tutmasının əsas səbəblərindən biri hesab olunur. Davamı növbəti hissədə veriləcək. Henşka, hissə 6. Arxeoloji tapıntılar və elmi araşdırmalar. Bibliya haqqında maraqlı faktlardan biri də onun uzun illərdir arxeoloji və elmi araşdırmaların əsas mövzularından biri olmasıdır. Dünyanın müxtəlif bölgələrində aparılan qazıntılar zamanı aşkar edilən qədim yaşayış məntəqələri, tikililər, yazılar, möhürlər, sikkələr və məişət əşyaları qədim dövrün həyatını öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu tapıntılar tarixçilər və arxeoloqlar tərəfindən diqqətlə araşdırılır. Arxeoloji qazıntılar zamanı tapılan hər bir əşya xüsusi qaydada qeydiyyata alınır. Onun harada, hansı dərinlikdə və hansı şəraitdə tapıldığı dəqiq şəkildə yazılır. Bu məlumatlar sonraki elmi araşdırmalar üçün böyük əhəmiyyət daşıyır. Tapılmış əşyalar laboratoriyalarda təmizlənir, qorunur və müxtəlif üsullarla öyrənilir. Onların hazırlanmasında istifadə olunan material, işlənmə texnikası və yaşı müəyyən edilməyə çalışılır. Belə araşdırmalar qədim insanların gündəlik həyatı haqqında daha dolğun təsəvvür yaradır. Qədim yazılar, həkk olunmuş daşlar və gil lövhələr də xüsusi maraq doğurur. Bu yazılar qədim dillərin öyrənilməsi üçün qiymətli mənbələr hesab edilir. Dil mütəxəssisləri həmin yazıları oxuyaraq dövrün söz ehtiyatı və yazı xüsusiyyətləri haqqında yeni məlumatlar əldə edirlər. Bəzi qazıntılar zamanı qədim şəhərlərin divarları, küçələri, su anbarları və yaşayış evləri aşkar edilmişdir. Bu tikililər qədim insanların yaşayış tərzini, tikinti üsullarını və şəhərsalma ənənələrini öyrənməyə kömək edir. Maraqlı faktlardan biri də odur ki, arxeoloji qazıntılar yalnız torpaq üzərində deyil, su altında da aparılır. Qədim limanlar, batmış yaşayış məntəqələri və başqa tikililər xüsusi avadanlıqlar vasitəsilə araşdırılır. Bu sahədə əldə edilən nəticələr qədim dövr haqqında bilikləri daha da genişləndirir. Müasir texnologiyalar arxeoloji araşdırmalarda mühüm rol oynayır. Peykdən alınan görüntülər, xüsusi ölçmə cihazları və başqa müasir üsullar torpaq altında gizlənən qədim tikililərin yerini müəyyən etməyə kömək edir. Bu üsullar qazıntı işlərini daha səmərəli həyata keçirməyə imkan yaradır. Tapılmış əlyazmalar və digər yazılı nümunələr də elmi araşdırmaların mühüm hissəsini təşkil edir. Müxtəlif nüsxələr bir-biri ilə müqayisə olunur, onların oxşar və fərqli cəhətləri müəyyən edilir. Bu müqayisələr mətnlərin tarixini öyrənmək üçün dəyərli məlumatlar verir. Tarixçilər, dilçilər, arxeoloqlar və başqa sahələrin mütəxəssisləri birgə çalışaraq əldə edilən nəticələri qiymətləndirirlər. Fərqli sahələrin məlumatlarının müqayisə edilməsi daha dəqiq elmi nəticələrin əldə olunmasına kömək edir. Bəzi qədim yaşayış məntəqələri uzun müddət qum və torpaq qatlarının altında qaldığı üçün yaxşı qorunmuş vəziyyətdə aşkar edilmişdir. Bu yerlərdə tapılan əşyalar həmin dövrün gündəlik həyatını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Elmi araşdırmalar davam etdikcə yeni tapıntılar əldə olunur. Hər yeni kəşf qədim dövrün tarixi, yazı mədəniyyəti və insanların yaşayış tərzi haqqında mövcud bilikləri daha da zənginləşdirir. Buna görə də arxeoloji qazıntılar bu gün də dünyanın müxtəlif bölgələrində davam etdirilir. Bibliya ilə bağlı aparılan araşdırmalar yalnız keçmişi öyrənmək məqsədi daşımır. Bu tədqiqatlar qədim dillərin inkişafını, yazı mədəniyyətinin formalaşmasını, kitabların hazırlanma üsullarını və qədim cəmiyyətlərin xüsusiyyətlərini öyrənmək üçün də mühüm əhəmiyyət daşıyır. Beləliklə, arxeoloji tapıntılar və elmi araşdırmalar
Bibliyanın tarixinin daha dolğun öyrənilməsinə imkan yaradır. Yeni kəşflər və müasir tədqiqat üsulları sayəsində bu sahədə biliklər davamlı olaraq genişlənir və zənginləşir. Davamı növbəti hissədə veriləcək. Hissə 7. Maraqlı statistik məlumatlar. Bibliya haqqında diqqət çəkən faktlardan biri, onun dünya tarixində ən geniş yayılmış yazılı əsərlər sırasında yer almasıdır. Uzun əsrlər ərzində müxtəlif ölkələrdə saysız-hesabsız nüsxələri hazırlanmış, fərqli ölçülərdə və müxtəlif tərtibatlarda çap edilmişdir. Bu xüsusiyyət kitabın geniş coğrafiyada tanınmasına səbəb olmuşdur. Müxtəlif dövrlərdə kitabın kiçik cib ölçülü nəşrləri, iri ölçülü nəşrləri, izahlı variantları və xüsusi tərtibatlı nəşrləri hazırlanmışdır. Məqsəd müxtəlif oxucu qruplarının istifadəsini asanlaşdırmaq olmuşdur. Müasir dövrdə kağız üzərində çap olunan nəşrlərlə yanaşı, rəqəmsal nəşrlər də geniş yayılmışdır. Elektron kitablar və səsli mətnlər sayəsində kitabı fərqli vasitələrlə oxumaq və dinləmək mümkündür. Bibliyanın müxtəlif dillərə çevrilməsi, dünya dilçiliyi tarixində diqqətə layiq hadisələrdən biri hesab olunur. Yeni dillərə tərcümələr hazırlandıqca, bu siyahı da genişlənməkdə davam edir. Bəzi dillərdə kitabın tam mətni, bəzilərində isə yalnız müəyyən hissələri mövcuddur. Maraqlı faktlardan biri də odur ki, müxtəlif dövrlərdə hazırlanmış nəşrlərin ölçüsü və çəkisi bir-birindən xeyli fərqlənmişdir. Bəzi nəşrlər cibdə daşınacaq qədər kiçik, digərləri isə böyük kitabxana nəşri şəklində hazırlanmışdır. Qədim əlyazmaların hər biri özünə məxsus xüsusiyyətlərə malikdir. Yazının ölçüsü, səhifələrin sayı, sətirlərin düzülüşü və istifadə olunan materiallar fərqli olmuşdur. Bu xüsusiyyətlər əlyazmaların hansı dövrdə hazırlandığını müəyyən etməyə kömək edir. Müxtəlif ölkələrin kitabxanalarında və muzeylərində Bibliyanın nadir nüsxələri qorunur. Onların bəziləri yalnız xüsusi icazə ilə tədqiq edilir. Məqsəd qədim yazıların zədələnməsinin qarşısını almaqdır. Bəzi qədim nüsxələr üzərində rəngli bəzəklər və incə naxışlar işlənmişdir. Bu cür əlyazmalar yalnız yazılı mətn deyil, həm də qədim kitab sənətinin nümunəsi hesab olunur. Onların hazırlanması uzun vaxt və yüksək ustalıq tələb etmişdir. Kitabın müxtəlif dövrlərdə hazırlanmış nəşrləri kağızın inkişaf tarixini öyrənmək üçün də maraqlı mənbə sayılır. Müxtəlif əsrlərdə istifadə olunan kağız növləri, mürəkkəblər və cildləmə üsulları bir-birindən fərqlənmişdir. Müasir kitabxanalarda Bibliyanın köhnə nəşrləri xüsusi qutularda saxlanılır. Onlar müəyyən vaxtlarda yoxlanılır, təmizlənir və zəruri hallarda bərpa olunur. Bu işlər kitabların gələcək nəsillərə çatdırılması məqsədilə həyata keçirilir. Rəqəmsallaşdırma layihələri nəticəsində çoxlu qədim əlyazmanın surətəti hazırlanmışdır. Bunun sayəsində tədqiqatçılar orijinal nüsxəyə toxunmadan onun mətnini öyrənə bilirlər. Bu üsul qədim sənədlərin qorunmasına mühüm töhfə verir. Maraqlı cəhətlərdən biri də odur ki, müxtəlif ölkələrdə keçirilən kitab sərgilərində və elmi tədbirlərdə Bibliyanın qədim və nadir nüsxələri nümayiş etdirilir. Bu tədbirlər yazı tarixi və kitab mədəniyyəti ilə maraqlanan insanlar üçün böyük maraq doğurur. Bugün də Bibliya haqqında yeni araşdırmalar davam edir. Yeni texnologiyalar, yeni tapıntılar və fərqli elmi yanaşmalar sayəsində kitabın tarixi, quruluşu və yayılması haqqında biliklər ildən ilə daha da zənginləşir. Bu səbəbdən Bibliya həm tarix, həm dilçilik, həm arxeologiya, həm də kitabşünaslıq sahəsində ən çox öyrənilən yazılı abidələrdən biri olaraq qalır. Davamı növbəti hissədə veriləcək. Hissə 8-in Bibliyanın dünya mədəniyyətinə təsiri. Bibliya əsrlər boyu yalnız yazılı mətn kimi deyil, həm də dünya mədəniyyətinin inkişafına təsir göstərən mühüm əsərlərdən biri kimi diqqət çəkmişdir. Müxtəlif dövrlərdə yaşayan rəssamlar, heykəltəraşlar, memarlar, musiqiçilər və yazıçılar bu kitabdan ilham alaraq çoxlu əsərlər yaratmışlar. Bu səbəbdən Bibliyanın adı mədəniyyət tarixi ilə bağlı araşdırmalarda tez-tez qeyd olunur. Qədim və orta əsrlərə aid bir çox tikilidə Bibliya ilə bağlı mövzular təsviri sənətdə əks olunmuşdur. Divar rəsmləri, mozaikalar, oyma naxışlar və başqa bədii nümunələr həmin dövrün sənət anlayışı haqqında dəyərli məlumat verir. Bu əsərlər bu gün də muzeylərdə və tarixi tikililərdə qorunub saxlanılır. Əlyazmaların bəzədilməsi də qədim kitab sənətinin maraqlı sahələrindən biri hesab olunur.
Bəzi nüsxələrdə ilk hərflər qızılı rənglə işlənmiş, səhifələrin kənarları isə müxtəlif naxışlarla bəzədilmişdir. Bu cür nümunələr həm yazılı mətn, həm də incəsənət əsəri kimi qiymətləndirilir. Bibliya qədim dillərin öyrənilməsində də mühüm mənbələrdən biridir. Dilçilər burada işlədilən sözləri, cümlə quruluşunu və ifadə xüsusiyyətlərini araşdıraraq dillərin tarixi inkişafı haqqında nəticələr əldə edirlər. Bu araşdırmalar qədim yazı ənənələrinin daha yaxşı öyrənilməsinə kömək edir. Maraqlı faktlardan biri də odur ki, müxtəlif ölkələrdə Bibliya mövzusuna həsr olunmuş xüsusi muzeylər və sərgilər fəaliyyət göstərir. Bu sərgilərdə qədim əlyazmaların surətləri, köhnə çap nümunələri, yazı alətləri və başqa tarixi əşyalar nümayiş etdirilir. Belə tədbirlər ziyarətçilərə qədim kitab mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Kitabın tarixi ilə bağlı keçirilən elmi toplantılar müxtəlif ölkələrdən gələn mütəxəssisləri bir araya gətirir. Tarix, dilçilik, arxeologiya və kitabşünaslıq sahəsində çalışan alimlər araşdırmalarının nəticələrini təqdim edir və yeni elmi fikirlər irəli sürürlər. Müasir texnologiyalar sayəsində qədim əlyazmalar yüksək keyfiyyətlə rəqəmsallaşdırılır. Bu materiallar elmi araşdırmalar üçün istifadə edilir və dünyanın müxtəlif yerlərində çalışan tədqiqatçıların istifadəsinə təqdim olunur. Beləliklə, nadir əlyazmaların qorunması ilə yanaşı, onların öyrənilməsi də asanlaşır. Bibliya haqqında maraqlı cəhətlərdən biri də onun kitab çapı tarixində xüsusi yer tutmasıdır. Çap texnologiyasının inkişafından sonra bu kitabın çoxlu sayda nəşri hazırlanmış və geniş yayılmışdır. Bu proses kitab nəşri tarixinin inkişafına da mühüm təsir göstərmişdir. Bugün də müxtəlif ölkələrdə Bibliya ilə bağlı elmi araşdırmalar davam edir. Yeni tapılan əlyazmalar, arxeoloji kəşflər və müasir tədqiqat üsulları kitabın tarixi haqqında bilikləri daha da genişləndirir. Hər yeni araşdırma qədim yazılı irsin daha yaxşı öyrənilməsinə xidmət edir. Beləliklə, Bibliya yalnız qədim yazılı mətnlər toplusu deyil, həm də dünya tarixində, mədəniyyətində, kitab sənətində, dilçilikdə və arxeologiyada mühüm yer tutan yazılı abidələrdən biridir. Onun əsrlər boyu qorunub saxlanılması, müxtəlif dillərə çevrilməsi və davamlı şəkildə araşdırılması bu kitabın dünya mədəni irsindəki əhəmiyyətini göstərən maraqlı faktlardan biridir.